Yağan qar nəticəsində sürüşmə əraziləri günü-gündən aktivləşir, həmin ərazidəki insanlar təhlükə altına düşür. Bir müddət rayon mərkəzi ilə əlaqəsi kəsilən Dəmirçi kəndində qarların əriməsi sürüşmələrə səbəb olub. Torpaq uçqunu həm yolun meşə zolağından keçən hissəsində, həm də kəndin yaxınlığında qeydə alınıb. Sürüşmə yolun hərəkət zolağının əsas 4 hissəsində baş verib. Uçqun nəticəsində yolun bir üzü tamamilə dağılıb. Sözü gedən yoldan istifadə etmək artıq çətinləşib. Digər tərəfdən də qayalardan qopan iri daşlar yola tökülüb. Torpaq sürüşməsi dağlıq bir ərazidə olduğundan torpaq qatının yuxarı hissəsindən başlayaraq aşağı doğru hərəkət edir. Yolun çökməsi bu yoldan istifadə edən sürücülərin hərəkətinə çətinlik törədir. Sürüşmə nəticəsində Dəmirçi kəndinə gedən yolun bir hissəsində təxminən 25 metrlik bir məsafədə yol uçquna məruz qalıb. Gördüyünüz kimi təxminən yolun bir tərəfində 2 metrlik dərinlikdə böyük yarğanlar əmələ gəlib. Hazırda sürüşmənin miqyası getdikcə böyüyür. Hazırda yolda baş verən uçqunların aradan qaldırılması yönündə işlər aparılır. Qeyd edək ki, Şamaxının Dəmirçi kəndindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinə yeni yol çəkilir. Bu yol həm bölgəyə gələn turistlərin turizm marşrutu kimi istifadə olunacaq, həm də iki rayonun sözü gedən istiqamətdə birləşdirən ilk yol olacaq. Sürüşmənin baş verdiyi ikinci ərazi meşə zolağına düşür. Qayadan qopan iri daşlar avtomobil yoluna tökülür. Bu da avtomobillərin burada hərəkətinə ciddi şəkildə mane olur. Bəli, bu qışın yağıntılarla əlaqədar olaraq bizim yollarda meşə zolağında bir neçə yerdə sürüşmələr vardır. Təxminən mən 3 yerdə müşahidə eləmişəm, sürüşmə var. Dəmirçi kəndinə hal-hazırda gedirdi. Kəndin girəcəyində də yol uçub, meşə zolağında da uçurlar var. Ruziyə Rufullazadə, Rəşad Aydın, Cavanşir Seyfəddinoğlu, Dünya TV.